Bu həftə parlamentdə istehlak qiymətləri ilə bağlı parlament komissiyası formalaşdırılacaq. Qərar layihəsi bugün büro iclasında təqdim olunacaq. Daha sonra komissiyanın təsdiqi sessiyada müzakirə ediləcək və kvotaların müəyyənləşdirilməsi məsələsinə prosedur komitəsi baxacaq. 3 ay fəaliyyət göstərəcək komissiyaya deputat Şota Berekaşvili rəhbərlik edəcək. Hakimiyyət komissiyasının nəticələrinin yaxın vaxtlarda cəmiyyətə təsir göstərəcəyini bildirir. Müxalifət isə daha skeptikdir və nəticə olsa belə bunun qısa müddətli olacağını düşünür. Bu arada hökumət administrasiyasında ərzaq, farmasevtika və neft şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib. Bazarda rəqabət və qiymətlərin aşağı düşmə imkanları müzakirə olunub. Parlament cari sessiya həftəsində ali təhsil haqqında qanuna dəyişikliklərin müzakirəsinə başlayır. Siyasi partiyalar arasında əsas mübahisə Tbilisi Dövlət Universiteti ilə Texniki Universitetin birləşdirilməsi məsələsidir. Bu dəyişikliklərə akademik heyətin və tələbələrin bir hissəsi etiraz edir. Hakimiyyət isə bildirir ki, birləşmə ilk növbədə professor, müəllimlərin və tələbələrin maraqlarına, həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Təhsil Nazirliyi akademik heyət üçün yeni müsabiqə və attestasiya keçiriləcəyi barədə yayılan məlumatları təkzib edir. Təhsil naziri Givi Mikanadze qeyd edib ki, mövcud akademik və inzibati heyətin qorunmasına nazirlik üçün prioritetdir və dəyişikliklərdən sonra təhsilin keyfiyyəti yaxşılaşacaq. ABŞ prezidenti bildirib ki, Amerika hərbi gəmiləri İran yaxınlığında yerləşir. Donald Trumpdan İranın ali dini liderinin ABŞ hücumunun regional müharibəyə səbəb ola biləcəyi ilə bağlı açıqlamasında münasibət soruşulub. Trump jurnalistlərə deyib ki, razılaşmaya ümid edir. Əgər razılaşma əldə olunmasa, o zaman deyilənlərin doğru olub-olmadığı bəlli olacaq. Rustavidə qəzalı yaşayış binalarının möhkəmləndirilməsi və bərpası davam edir. Lermontov küçəsindəki 5-ci korpusda işlər bir ay əvvəl başlayıb və iyunda başa çatdırılması planlaşdırılır. Layihə çərçivəsində binanın qəzalı hissəsi söküləcək, yeni konstruksiya qurulacaq. Fasad yenilənəcək, istilik izolasiyası, yeni dam örtüyü və qapı pəncərələr quraşdırılacaq. İşlərin dəyəri 800 min laridən çoxdur və dövlət büdcəsindən maliyyələşdirilir. İlk mərhələdə 17 binanın bərpası nəzərdə tutulub. İranın Xarici İşlər Naziri Abbas Araqçı ABŞ-la razılaşmanın mümkün olduğuna inanmır. Onun sözlərinə görə İran ABŞ-a etimadını itirib, lakin tərəfdaş ölkələr vasitəsilə mesajlaşma danışıqların davam etməsinə kömək edir. Araqçı bildirib ki, danışıqlar yalnız İranın nüvə proqramını əhatə etməlidir. İran bunun müqabilində ABŞ-a sanksiyaların ləğvini və uranın dinc məqsədlərə zənginləşdirilməsinin davamına icazə verilməsini tələb edir. Nazir vurğulayıb ki, danışıqlar uğursuz olarsa, İran müharibəyə hazırdır. Onun sözlərinə görə müharibə hər kəs üçün fəlakət olar və regiondakı ABŞ bazarları İranın hərbi hədəfinə çevrilər. Ukrayna prezidenti Vladimir Zelenski, Ukrayna, Rusiya və ABŞ arasında 3 tərəfli görüşün bu həftə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəyini təsdiqləyib. Onun sözlərinə görə görüş danışıqların formatı və digər detalları müzakirə etmək məqsədi daşıyır və prosesin uğuru böyük ölçüdə ABŞ-ın mövqeyindən asılıdır. Zelenski həmçinin Dnepropetrovsk vilayətində baş verən hücumu açıq cinayət adlandırıb. Rusiya tərəfi mədəniçiləri daşıyan avtobusu pilotsuz uçuş aparatları ilə vurub. Nəticədə 12 nəfər həlak olub, 16 nəfər yaralanıb.